Salam. Biz bugün sizinle 17. sualın izahına bakacağız. Bakı şəhərindən 20 canlı benliğine giden səyyah neçə kilometr saat hərəkət etməlidir ki 30 gündən sonra Bakıya gəlsin. Bakı 40 şimalında yerləşir, məntəqə isə 20 canlı benliğində. O zaman biz 40 şimal enliği ilə 20 canlı benliğini toplayırıq. Alırıq buradan deməli 60 dərəcə. Gedib gəlməsi olacaq 120 dərəcə. Çünki 60 dərəcə gedəcək, 60 dərəcə qayıdacaq. 60 vurulsun 2, 120 dərəcə edir. 1 dərəcəmiz biz bilirik ki 111 kilometrdir. 120 dərəcəmiz isə x. X'i buradan tapırıq. 13.320 kilometr. Gedilən yolun ümumi uzunluğu bu qədərdir. Və biz bilirik ki bir günümüz 24 saatdan ibarət isə 30 günümüz neçə saat olar? 30'u vururuq 24'e edir 720 saat. Gedilən yol məlum və gedilən yola sərf edilən vaxt məlum. O zaman biz orta sürəti tapaq. Orta sürət tapanda biz gedilən yolu bölməyik zamana. 13.320'ni bölürük 720'ye. Alırıq buradan 18,5 kilometr bölünsün saat.